2810 nömrəsinə zəng vurmaqla da bu jurnalın evə çatdırılma məsələsini və illik abunə məsələsini həll eləyə bilərsiniz. Mövzular çox maraqlıdır. Həmçinin də bizim verilişimizdə gedən demək, SMS-lərin cavabları və bundan başqa isə müəyyən bir reseptlər var ki, biz onları deyirik, ola bilər sizin yadınızdan çıxır. Bax, o reseptlər də burada dərc olur. Bundan başqa, demək, müxtəlif mövzularda, məsələn, bronxlar haqqında, hal-hazırda isə danışdığımız mövzu ilə bağlı Elnur həkimin də burada məqaləsi var, ürək ilə bağlı məqaləsi var. Bundan başqa, məsələn, boğazla bağlı, dodaqlardakı şişlər və s. müxtəlif mövzularda siz demək, bu jurnalda məqalələr tapa bilərsiniz. Odur ki, Herbaflora jurnalını məsləhət görürəm. Bundan başqa, Herbaflora şirkətinin www.herba-flora.com saytına girməklə Herbaflora şirkətinin məhsulları haqqında məlumat ala bilərsiniz. Və bir də xatırladıram ki, əziz tamaşaçılar, Herbaflora şirkətinin bütün məhsulları demək olar ki, bütün apteklərdə var. Amma bundan başqa Herbaflora şirkətinin məhsulları içərisində elələri var ki, hal-hazırda satışda yoxdur. Bunlar isə fitoklublardadır. Fitoklublar bilirsiniz ki, ailəvi istirahət mərkəzidir, sağlamlıq mərkəzidir. Hal-hazırda orada həkimlər də var, həkimlər də qəbul edirlər. Belə ki, fitoklublara müraciət edə bilərsiniz. Telefonları xatırladıram. 012-561-8501, 012-492-2346 və 012-492-2953 isə Bənövşə Yaşıl aptekinin nömrəsidir ki, Bənövşə Yaşıl aptekini də bilirsiniz ki, yaxınlığında ikinci fitoklub yerləşir. Odur ki, Bənövşə Yaşıl aptekinə müraciət eləməklə də siz kifayət qədər Herbaflora şirkətinin məhsullarını, həmçinin Bənövşə Yaşıl aptekinin məhsullarını, həmçinin də Ulduz xanımın özü ilə də elə əlaqə saxlaya bilərsiniz. Bir daha xatırladıram, 012-492-2953 Bənövşə Yaşıl aptekinin nömrəsidir. Belə, əziz tamaşaçılar, bizimsə nömrələrimizi xatırladıram, bir daha xatırladıram. Yəni, yazırsınız ki, tez-tez yazırsınız ki, nömrələri deyin. Bizim nömrəmiz 412-16-20 və 510-32-79-dur. 510-32-79 və 492-16-20. Mövzumuzsa bugün ürək problemləri ilə bağlıdır. Xüsusən də ürək damarlarının tutulması və ürək xəstəlikləri haqqında danışırıq. Alo. 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 Bəli. Hər vaxtınız xeyir, doktor. Aqibətiniz xeyir olsun. Mən İsmaildən Nəman da adım, zəng vurmuşam, sizi narahat edirəm. Doktor, mənim 17 yaşım var, tənəmdə problem var. Yəni, açanda açılmır, yəni yemək yəndə də xırt-xırt edir. Yəni, məni bu çox narahat edir. Sizin çənəniz açılmır? Bəli, narahat edir bu. Mən həkimə də müraciət eləmişəm, yəni 10 aydır müalicə alıram. Heç bir irəliləyişdə yoxdur. Doktor, mən nə edə bilərəm? Sizdən bir şey soruşum, xanım. Yəni, sizin çənənizdə bir qabağa çıxmaq kimi belə bir, biz görə bilmirik sizi, ona görə soruşuram. Bəli. Belə bir şey, qabağa çıxmaq bir şey var? Yəni, necə deyim, üst dişlərdə, yoxsa belə dişlər... Ona privkus deyirlər, privkus belə şey deyirlər. Yəni, ya üst diş qabağı olur, ya aşağı çənə qabağı olur, onu soruşuram. Bəli, doktor, cüzü üst dişlərində irəliləmə var, cüzü. Amma burada bir karsetlər var, xüsusi karsetlər var. Bundan istifadə eləmişsiniz vaxtı ilə? Xeyr, doktor, heç bir... Yəni, belə bir xüsusi karsetlər... Xeyr, onlardan istifadə etmək. Aydın oldu, təşəkkür edirəm. Çox sağ olun. İkinci zəngi qəbul eləyək. Alo. Alo. Televizorun səsini alın, zəhmət olmasa. Alo. Bəli. Salam həkim. Əleykümə salam. Həkim, mənim 24 yaşım var. Ürəyimdə çox sıxıntı olur. Aha. Renginə də getmişəm, hər yerə getmişəm də. Xanım, siz evlisiniz? Bəli, bəli, 2 uşağım evlisiniz. var. Neçə uşağınız var? 2. 2 uşağınız var. Xanım, yəni bir yerdə işləyirsiniz? Yox. Heç yerdə də işləmirsiniz, evlisiniz və ürəyinizdə sıxıntı olur. Kardioqramada nə çıxıb? Deyir, yaxşıdır hər şey. Bir də elədir ki, siz deyirsiniz, sıxıntı var, oradan da deyirsiniz, yaxşıdır deyiblər. Qidalanmağı zəifdir. Qidalanma zəifdir. Təşəkkür edirəm, çox sağ olun. Müşfiq doktor, buyuruz. Hanım dedi ki, 24 yaşı var. Bəli, 24 yaşı var, ailəlidir, 2 uşağı var, amma ürəyində sıxıntılar olur, qidalanma zəifdir. Ürək xəstəliklərinin başlanğıcında ən əsas kökdə dayanan sinir sistemində gedən pozğunluqdur. Yaşam tərzində olan çatışmamazlıqlardır. Bu yaşda xəstələr artıq 30 yaşa kimi olan bütün şikayətləri birbaşa sinir sistemindən bağlamaq mümkündür. Həmin xəstələrin kardioloqlara və digər terapevtlərə, digər ixtisaslı həkimlərə müraciəti yox, birbaşa nevropatoloqlara, psixoterapevtlərə müraciəti məsləhətdir.
Təşəkkür edirəm, çox sağ olun. İkincisi ilə bağlı istəyərdim. Buyurun Yalçın müəllim, buyurun. Yəni, Müşfiq doktor gözəl informasiya verdi. Yəni, bəzi hallarda heç bir səbəbsiz, yəni heç bir funksional dəyişikliyi olmadan narahatçılıqlar olur və bunun əsasında bəzən ailə daxili münaqişələr, bəzən hətta belə deyək də heç bir problemin olmaması da belə insanda bir əsəb pozğunluğuna gətirib çıxarır. Çünki yəni gün ərzində belə deyək də eyni işlərlə məşğul olmaq bəzən bezdirir insanı, usandırır, əsəblərindən toxunur və yaxşı olar ki, müəyyən müddətdən bir, heç olmasa həftədə bir dəfə, 2 həftədən bir müəyyən 1 saatlıq da, 2 saatlıq da olsa bir yer dəyişmə eləsin, yəni gəzintiyə çıxsın. Və sözsüz ki, xanım gənc anadır və bəzi hallarda uşaqların həddindən artıq nadinc olması, onların müxtəlif, belə deyir, sözsüz ki, uşaq şıltalıqları var. Bəzən bunlar da anaları yorur, ev işləri və ona görə də əslində yaxşı olar ki, müayinədən keçsin və əsəb sakitləşdirici bitki dəmləmələrindən istifadə edə bilər. Yəni, pişiyotu dəmləməsindən və yaxud da damotu dəmləməsindən. Eyni zamanda sedativ çaydan istifadə edə bilər. Gündə 1 dəfə, 2 dəfə. Mən sözsüz ki, müayinədən keçib ürəkdən dediyi kimi qidalanma zəifdir və ürəyin qidalanmasında zəif olduğu halda əslində qidalanma prosesini normallaşdırmaq lazımdır. Yəni, onun səbəbləri damarlarda olan spazmla bağlı ola bilər. Eyni zamanda laxtalanma indeksinin yüksək olması ilə. Yəni, damarlarda olan spazmı aradan qaldıran bitkilər var ki, elə bayaq dediyim kimi pişiyotu, damotu, istiyotu, nanə yarpağı, bunlar həm ürək damarlarını, taz damarları genişləndirməklə yanaşı, ürəyin oksigeni olan tələbatını təmin edirlər. Və yaxud da teokard çayından istifadə edə bilər. Ümumiyyətlə, teokard çayı həm ürəyin qidalanmasını normallaşdırır, eyni zamanda təzyiqli olan xəstəliklərdə və yaxud da stenokardiyası olan xəstələrdə, yəni o həmin təzyiqin normallaşmasına, eyni zamanda taz damarların yaxşı işlənməsinə və ürəyin qanla təchizatı normallaşdırır. Təşəkkür edirəm. Ulduz xanım, el arasında belə bir söz var ki, adətən deyirlər ki, hər gün 4 qram raziyana toxumlarının üyüdülmüşünü yeyən adamda ürək xəstəliyi olmaz. Bu onu gətirib çıxarır ki, yəni bitkilərlə müalicə daha effekt verir. Həmçinin də, məsələn, ürək xəstəliyi olan adamlar demək olar ki, il ərzində hər gün nanə cövhərdən istifadə etmələri bütün hallarda məsləhət görülür. Nanə cövhər ən yaxşı müalicə vasitələrindən biridir və bütün ürək yığımlarının demək olar ki, tərkibində daxildir. İstəyərdim ki, bir balaca bu barədə, məsələn, bitki müalicəsi daha hansılar var, daha hansılar etmək olar ki, daha yaxşı effektlər alınsın. Buyurunuz. Bəli, əlbəttə biz həkimlərimiz dedi ki, yəni ürəkdə əsas məsələ qidalanmanı təmin etməkdir. Qidalandırıcı vasitələr də damarlardır. Yəni damarların işi birinci növbədə bərpa olunmalıdır. Məsələ bu nanə də, raziyana da, keşniş toxumları da, cirə də, onların hamısının tərkibində efir yağları var ki, bunlar spazmı götürür, damarların spazmını götürür və damarlarda qanın axını sürətləndirir, ürəyə yəni qidalanma çatır. Buna görə də bunlar kömək edirlər. Eyni zamanda həm də onlar demək sinir sistemini sakitləşdirirlər, yəni o yolla da ürəyin qidalanmasına kömək edirlər. Bunlardan əlbəttə profilaktik istifadə etmək lazımdır. Qaldı ki, ümumiyyətlə fitoterapiya elə qədim zamanlardan da, son zamanlarda da həmişə fitoterapiyada yəni üstünlük var ürək xəstəliklərinin müalicəsində. Yəni ürək dərmanlarının elə əksəriyyəti bitki tərkiblidir. Yəni tərkibində ürək qlikozidləri olan bitkilərimiz var ki, bunlardan strafantindir, korglikondur. Yəni bunların hamısı bitkilərdən alınmışdır. Bəli. Yəni bu bitkilərin içərisində ən böyük yeri tutan, yəni ürək xəstəliklərinə istifadə olan tərkibində qlikozidlər olan bitkilərdir. Qlikozidlər nədir? Qlikozidlər bunlar azotsuz üzvü birləşmələrdir. 2 hissədən ibarətdir bunlar. Şəkərsiz hissə demək bunlar aqlikondan və şəkərli hissə glikondan. Bunların təsir edici maddəsi məhz elə həmin aqlikonlarda, şəkərsiz hissələrdədir. Tərkibində ürək qlikozidləri olan bitkilərdən bir səbəbləri xoruz gülü otudur, may inci çiçəyidir, sarılıq otudur, strofant bitkisidir ki, bunlardan da elə ürək xəstəliklərində, ürək çatmamazlıqlarında preparatlar demək alınmışdır. Bunların demək xoruzgülünün preparatlarından, məsələn, onlardan adonis alınır ki, adonis bromla birlikdə istifadə olunur. Yəni bunun əsas təsiri bəli, mərkəz sinir sisteminə olan sedativ təsiridir və bununla da ürəkdə qidalanmanı bərpa edir.
Mayin çayından danışmaq istəyirdim ki, yəni onun da tərkibində ürək qlikozidləri vardır, konvalotoksin, konvalezid və bunlardan da korqilikon adlı demək preparat alınıb ki, uzun zamanlardır bunlardan istifadə olunur. Bunların əsas təsir edici qüvvəsi ondan ibarətdir ki, bunlar kardiotonik təsirə malikdirlər. Ürək əzələsini qüvvətləndirirlər. Ürəyin demək miokardın yığılmasını qüvvətləndirir, eyni zamanda yığılmalar arasındakı o amplitudanı genişləndirirlər. Və bunun nəticəsində də ən böyük təsiri, yəni ürəyin oksigenə olan tələbatı, miokardın oksigenə olan tələbatını azaldırlar. Qan dövranını bərpa edirlər. Yəni bunlardan istifadə olunur, ümumiyyətlə xroniki ürək çatmamazlıqlarında istifadə olunur, ürək paroklarda, reumokarditlərdə istifadə olunur və ancaq deyim ki, bu demək bitkilər, məsələn, mayin çayın bitkisi, bunlar ancaq həkim təyinatı nəticəsində yəni təyin olunmalıdır. Sarılıq otu bitkisi də həmçinin buna aiddir, strofant bitkisi də buna aiddir. Bunlardan dəmləmələr istifadə etmək olar, amma demək bu dəmləmələri həkimin nəzarəti altında olmalıdır. Çünki bunların demək dozaları yüksək olduqda, normadan yüksək olduqda bunların əks təsirləri ola bilər. Bradikardiyalara səbəb ola bilər bunlar. Təzyiqin çox düşməsinə səbəb ola bilər, yəni bunlardan istifadə etdikdə. Və bunların da biraz yəni əks təsiri vardır ki, yəni hansı xəstəliklərdə olmaz. Kəskin demək kardiosklerozlarda bunlardan istifadə etmək olmaz. Reklamlarımız başladı. Bizim reklam vaxtımız yetişir, ona görə də buyuruz cümləni tamamlayız. Bəli. Qaldı ki, başqa bitkilər də var ki, bunlardan artıq yəni xəstələr özləri dəmləyib istifadə edə bilərlər. Hətta həkimsiz də bunun da tərkibində efirlər olan bitkilərdir, efir yağları olan bitkilərdir. Reklamdan sonra danışarıq bu barədə. İnşallah. Və demək, hörmətli tamaşaçılar, reklam vaxtı yetişdi. Reklamlardan sonra bir yerdə olacaq. Xatırlatıram ki, telefonlarımız 510 32 79 və 492 16.